Salam, mən Premium Akademinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nəsibə Ramazanova. Bugün sizlərlə 2 noyabr tarixində 11-ci siniflər üçün keçirilmiş Güvən nəşrlərinin buraxılış imtahanı suallarına baxacağıq. Başlayaq 31-ci sualdan. Hansı cümlədə termin işlənmişdir? Son anda özünü ələ ala bildisə də səsini dəyişə bilmədi. Burada terminimiz yoxdur. Dövlət başçılarının hamısı kömək etməyə razı oldu. Burada da terminimiz yoxdur. Onlar tutduqları mövqe barəsindəki xəbərin qiyməti yoxdur. Burada da bir termin işlənməmişdir. Bizim əsas qüvvələrimizin yeri düşməndən gizli saxlanacaq. Şeir janrları bənddəki misraların sayına görə təyin olur. Artıq burada janr sözü bizim termin kimi işlənmiş sözümüz olacaqdır. 31-ci sualda doğru cavab Y variantı. 32-ci sual. Hansı cümlələrdə sinonim ilə əvəz oluna biləcək amonim söz işlənmişdir? Həyətdəki qaz boynunu uzadıb üstümə gələndə qorxdum. Burada qaz sözü amonimdir, lakin biz onu sinonim ilə əvəz edə bilməyəcəyik. Vərəqin aşağısında müdirin hamımıza tanış olan qolu vardı. Burada qol sözü həm amonim, həm də çox mənalı kimi işlənə bilən sözdür. Qol sözünü biz imza sözü ilə əvəz edə bilərik. 2-ni götürəcəyik. Üzü toza bulaşdığı üçün heç kimi görmədən yuyunmaq istədim, görünmədən. Burada üz sözü, üzmək birdəki insanın üzü mənasında biz bunu amonim götürəcəyik. Həmçinin sifəti toza bulaşdığı üçün heç kimə görünmədi, heç kim görmədən yuyunmaq istədi, götürə bilərik. Cavabımız olacaq 2-3 B variantı. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Bəzən tüfəng alıb çıxsam da düzə, ceyran ovlağından aralı gəzdim. İsimlərin 4-ü də təhdədir və konkretdir. Seçirəm buradan isimlərimi. Deməli, düz sözüdür, tüfəng sözüdür, ceyran sözüdür və ovlaq sözüdür. 4-ü də təkdədir, bəli və konkretdir. Bu fikrim doğrudur. Adlı halda olan isim yoxdur. Tüfəng alıb nəyi? Tüfəngi alıb qeyri-müəyyən təsirli haldadır. Düzə sözü əl şəkilçisi ilə işlənibdir, yönlü haldadır. Ceyran ovlağından ceyranın ovlağı qeyri-müəyyən yəli hal, dandan şəkilçisi də çıxışlı halın şəkilçisidir. B variantı da yanlışdır. İsimlərdən ikisinin yazılışı ilə deyilişi fərqlidir. Doğrudur. Burada ovlağından sözü biz bilirik ki, n və m samitlərindən sonra dandan artırılanda transkripsiyada o nandən kimi tələffüz olunur dandan. Lakin diqqət eləməli olacağımız məqam burada tüfəng sözüdür. Bıdıgıcı ilə bitən sonu əgər onlardan sonra samit gəlirdisə dəyişilirdi. Amma burada alıb sait gəldiyinə görə c dəyişilməyəcək, olduğu kimi qalacaq. Bu səbəbdən də ikisinin deyilişi ilə yazılışı fərqlənir. Cavabı səhvdir. Çünki burada deyilişi ilə yazılışı birinin fərqlənəcək. Ona görə 33-də variantımız olacaq C variantı. Növbəti sual. Hansı cümlədə altından xətt çəkilmiş ismi 2 halda düşünmək olar? Nabələd adam burada azar. Bu yalnız adlı haldadır. Ötən gün özümə paltar aldım. Paltarı aldım. Qeyri-müəyyən təsirli haldadır. Bir dəstə qızıl gül gətirmişdi. Gətirmişdi. Nəyi? Qızıl gülü gətirmişdi. C variantı da yanlış olacaq. Evin yanında maşın gözləyir. Aha. Bir deyə bilərik ki, məsələn, Aysun evin yanında maşını gözləyir. Mən maşın sözünü başa düşəcəm qeyri-müəyyən təsirli halda. Bir də evin yanında maşın gözləyir. Nə gözləyir? Maşın. Adlı halda başa düşə bilərəm. Ona görə də doğru variantın 2 halda başa düşülən olacaq D variantı. 35-ci suala baxırıq. Hansı cümlədəki ilk isimin halını dəqiq müəyyən etmək olmur? Ana sevgisi qarşılıqsız olan varlıqdır. Yalnız və yalnız
adlı halda düşünə bilərəm. Kənd sakinlərin səyinə görə inkişaf etdi. Yenə də adlı haldadır. Qış səhəri çox soyuq olan fəsildir. Mən burada qeyri-müəyyən yəlik hal artırıb qışın səhəri çox soyuq olan fəsildir deyə bilməyəcəm. Çünki məna itəcək. Ona görə C variantı da yalnız adlı haldadır. Qardaşı gələndən bəri onlara getməmişdi. Bir var ki, o, qardaşı gələndən bəri onlara getməmişdi. O zaman buradakı I-nı mən necə başa düşəcəm? Mənsubiyyət şəkilçisi kimi başa düşəcəm və olacaq da adlı halda. Ana həsrəti ilə bacarmır, elə hey ağlayır. Bunu belə yaza bilərik. Ananın həsrəti ilə bacarmır, o ana həsrəti ilə bacarmır, elə hey ağlayır. Məsələn üçün tutaq ki, Aysun ana həsrəti ilə bacarmır, elə hey ağlayır. Bir dənə də ana övladının həsrəti ilə bacarmır, elə hey ağlayır. Deməli, bunu biz dəqiq müəyyən edə bilmirik ki, hansı haldadır. Sonra 36-cı sual. İlxımı suya aparanda yol buz idi. Babam birdən sürüşüb yerə dəydi cümləsi ilə bağlı düzgün fikirləri müəyyən edin. Baxaq. Adlı halda işlənmiş mücərrəd isim. Burada adlı halda işlənmiş mücərrəd isim yoxdur. Birinci fikrim səhvdir. Təsirli halda işlənmiş konkret isim. Baxıram. İlxını suya aparanda nəyi ilxını? İlxını sözü təsirli halda işlənmişdir və konkret isimdir. İçini götürdüm. Daha sonra nümunədə işlənməyibdir. Çıxışlı halda olan isim. Baxırıq. Aparanda yol buz idi. Babam birdən sürüşüb yerə dəydi. Burada birdən sözü bizi çaşdırmasın. O çıxışlı halda deyil. Üçü də götürəcəm. Toplu isim nümunədə işlənibdir. İlxı sözü toplu isimdir. Ona görə də mənim burada variantım olacaqdır. D variantı. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Ulduz işarəsinin yerində Ç hərfi olmalıdır. Baxıram. Materika. Pişik sözündən sonra sait gəldiyinə görə olmalıdır Y. Püşk atma Ç kimi olacaq. Deməli, uyğunsuzluq deyirsə, mən götürməliyəm 1-i və 2-ni. Ulduz işarəsinin yerinə ih olmalıdır. Örpək, tündük, şəksiz. Artıq burada Ç-dır. Ona görə də uyğunsuzluğu 6 yaradacaq. Variantım olacaq 1, 2 və 6. 38-ci suala baxıram. Sözlərin fonetik xüsusiyyətləri ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Yerləşmək sözünün yazılışı və tələffüzü arasında 2 fərqli məqam var. Yerləşmək. Yazaq. Yerləşmək. Doğrudur. 2 fərqli məqam var. Biri götürdüm. Doğru da doğru. Sonra ziddiyyət sözünün tələffüzündə 4 cingiltili samit var. Ziddiyyət sözünün yazılışı bu formadadır. Tələffüzü daha doğrusu. Ziddiyyət. Y-nın biri düşür. Bu səbəbdən 4 cingiltili samit var. Baxıram. Z, D, D, Y. Doğrudan da 4 cingiltili samit var. Bu fikrim doğrudur, amma qabağından yanlış yazıbdır, ikini götürməyəcəm. Ucqar sözündə samitlərin biri qarşılığı kimi tələffüz olunur. Ucqar sözü deyilişi və yazılışı olduğu kimi tələffüz olunduğuna görə samitlərdən biri qarşılığı kimi tələffüz olunur, mən deyə bilməyəcəm. Bu da yanlışdır. Şahin və şahanə sözlərində uzun tələffüz olunan sait eyni hecadadır. Baxıram ki, şahin sözündə uzanan saitim A-dır. Şahin. Şahanə sözündə isə ikinci hecadakı A uzanır. Birində 1-dir, şahində. Şahanədə 2-dir. Uzun tələffüz olunan sait eyni hecada olmayacaqdır. Bu səbəbdən də 4 də yanlışdır götürürəm. Sabahki sözündə 3 kar 1 cingiltili samit işlənibdir. Baxıram. S çardı, B cingiltilidir, H çardı, Ç çardı. Demək ki, 3 kar
S, H, Ç, bir cingiltili B. Bu da doğrudur. Qarşısına da doğru yazılıbdır. Götürəcəm. Variantım olacaq C variantı. Gəldik. Hansı cümlədə frazeoloji birləşmə işlənməmişdir? Demək, dünən dil tökməyimin heç bir təsiri olmayıb. Dil tökmək frazeoloji birləşmədir. Bunu götürmədim. Görüşmək üçün əl uzatdım. Əlinin palçıqlı olduğunu görüb tez geri çəkildim. Aha. Deməli B-ni götürəcəyik. Niyə görə? Çünki əl uzatmaq, kömək etmək mənasında, yardım etmək mənasında işlənsəydi, bunu mən frazeoloji birləşmə kimi götürərdim. Lakin burada əl uzatmaq həqiqi mənadadır deyə mən bunu frazeoloji birləşmə kimi götürməyəcəm. Və 40-cı sual. Riyakar sözünə hansı şəkilçilər artırılsa hərf və səs tərkibi fərqlənər? Burada riyakardır artırsam transkripsiyada riyakardı formasında olar. Riyakardan heç bir dəyişiklik olmayacaq. Riyakarlıq olacaq riyakar rıx formasında. Üçü də götürərəm. Riyakarın da heç bir dəyişmə olmayacaq. Doğru variantı olacaq 1-3 A variantı. Birinci mətnimiz narahat şəhər mətnidir. Suallarına baxaq. Mətnə əsasən müqayisə cədvəlindəki düzgün fikirləri müəyyən edin. Taxtın rifahının naminə şəxsi egosunu arxa plana atır. Xeyr, Sultan Əhməd onlarla ümumiyyətcə danışmır. Onları deməli burada adlandırır ki, qoyun sürüsü. Ona görə də şəxsi egosunu biz kənara atır deyə bilmərik. Xalqa olan mənfi münasibətini gizlətməyə ehtiyacı duymur. Bu fikir də yanlışdır. Çünki ehtiyac duyurdu. Sözlərini deyir, udur və üzünü vəzirə çevirir. Onlar heç bir reaksiya vermir. Vəzir xalqı məqsədə çatmaq yolunda alət kimi görmək fikri onun dilindən verilir. Bu fikrimiz doğrudur. Sultan Əhmədlə danışığında görürük. Səmimi yanaşmasına görə xalqın rəğbətini qazanmışdı. Xeyr, hətta xalq nümayəndələri onu tülkü adlandırırlar. Siyasi təcrübəsizliyi dövlətdə böhrana səbəb olubdu. Bəli, hakimiyyət uğrunda mübarizədir. Mövcud hakimiyyətin dəyişməsinə mane olmaq istəyir. Bəli, çünki istəmirlər ki, yeni şah gəlsin, taxta keçsin. Ona görə də 3, 5, 6 variantımız olacaq. D variantı. 42-ci sual. Mətnə görə uyğunluğu müəyyən edin. Sultan Əhmədlə vəzirin dialoqundan çıxan nəticə, papaqçı və başmaqçının dialoqundan çıxan nəticə. Vəzir mövqeyini dəyişə bilən hiyləgər insandır. Biz bunu papaqçı və başmaqçının nitqində öyrənə bilərik. Çünki onlar deyirlər ki, vəzir tülküdür və haçan istəyirsə, hakimiyyətdə kim varsa ona yaltaqlanacaq. Hakimiyyət dəyişsə də xalqın vəziyyəti dəyişməyəcək. Bu da papaqçı və başmaqçının nitqindəndir. Gəlib görürük, burada deyir ki, bizim üçün nə fərqi var ki, sultan kim olacaq? Burada onlar üçün heç bir fərqinin olmadığını görürük. İnsanlar hakimiyyətin vəd etdiyi sözlərə inanmırlar. Bunu da mən deməli, papaqçı və başmaqçının dialoqundan çıxan nəticə kimi götürürəm. Çünki orada yenə də onlar inanmırlar, ümidsizlik bəsləyirlər. Müvəqqəti olaraq xalqa yaxınlaşmaq lazımdır. Bu isə Sultan Əhmədin dialoqundan çıxan nəticədir. Çünki vəzir deyir ki, onları heç olmasa ələ almağı bacar ki, deməli, atlıları içəri buraxmasınlar. Deməli, D variantı daha uyğun olar. 43-cü suala baxırıq. Mətnə görə cədvəldəki uyğun fikirləri müəyyən edin. Vəzir Şeyx Əlinin sultan adlandırılmasına sərt reaksiya verir. Uşaqlar, bu Sultan Əhməddir. Sərt reaksiya verən ki, bəs Şeyx Əli kimdir? Ona görə də bir səhvdir. Bir olan variantları çıxdıq. Daha sonra Sultan Əhməd Təbriz cəmaatını ağıllı və cəsur insanlar kimi düşünür. Bayaq da dediyi onlara qoyun sürüsü deyir. Təbii ki də burada ağıldan söhbət gedə bilməzdi. Ona görə də 2-ni də çıxanda mənim avtomatik variantım qalır. D variantı. Xalq Sultan Əhmədə qarşı onun istədiyi kimi reaksiya vermir. Bəli, alqışlarla qarşılanacağını düşünürdü, amma əksinə sükutla qarşılanır. Sultan Əhməd Şeyx Əlinin niyyətindən xəbərdar olsa da onu tanımır. Bununla bağlı mətndə fakt yoxdur və elçilər Şeyx Əlinin Sultan Əhmədlə müttəfiqlik arzusunu demək üçün gəlmişdilər. Biz bilmirik onlar hansı niyyətlə gəliblər. Ona görə də 3, 4, 5 bizim variantımız olacaq. D variantı.
44-cü suala baxırıq. Mətnin əsas hissəsini genişləndirə biləcək cümlələri müəyyən edin. Vəzirin bu məsləhətindən sonra Sultan xalqla görüşə getmək həvəsi daha da artmışdı. Deməli, bunu hardasa giriş hissəyə qoya bilərəm bu hissədən. Deyir ki, vəzir ona şəhər cəmaatına müraciət etməyə, xoş günlər vəd etməklə onları öz tərəfinə çəkməyə məsləhət görmüşdü və Sultan qalxır meydana. Ona görə də mənim birinci hissəm, birincim giriş hissəyə aid olar. Sultan Əhmədin bu qəfil hiddəti hər kəsi qorxuya saldı. Bəli, danışmaq istəmir, üzünü vəzirə çevirir. Bu artıq bu hadisəni biz buradan görərik və bu bizim əsas hissəmizə aid olacaq bu hissə. Vəzirin gətirdiyi dəlillər sultanı fikrindən döndərə bilmirdi. Bu da yenə də əsas hissədir. Danışmayacam ki, danışmayacam deyirdi. Sultan bir neçə sərkərdə əyanlar və vəziri müşahidə edirdilər. Bunu da uşaqlar yenə də giriş hissəyə qoyaram. Hansı ki, sultan çıxır hündürə və ya xalqla danışmağa, xalqın görüşünə gəlir. Orada yanında sərkərdələr, əyanlar, vəzirlər var deyə bilərik. Sultan vəzirin təşəbbüsü ələ almağına səs çıxartmadı. Baxın, bu hissədədir. Yüzbaşı və minbaşı gəlir. Vəzir deyir, Sultan Əhmədin əvəzinə yüzbaşıya dedi. Get o elçiləri darvazadan içəri sal və birbaşa saraya apar. Yəni, ondan sonra deyə bilərik ki, Sultan vəzir təşəbbüs ələ alır orada, amma heç bir səs çıxartmır. Variantımız olacaq 2, 3, 5, B variantı. Biri mətndə yoxdur. Uşaqlar, mətndə olmayan sultanın səmimiyyətidir. Sultan səmimi təsir bağışlamırdı. 46-cı sual. Mətnə əsasən cədvəli doldurun. Burada xalq və hakimiyyətin maraqlarının üst-üstə düşməsi qoşunun şəhərə girməməsidir. Qoşunun şəhərə girməməsi. Xalqın məqsədi o idi ki, təzə qoşun qarətə girişəcək. Təzə qoşun qarət edəcək. Onların var yoxunu və cəmaat ayaq altında qalacaq. Ayaq altında qalacaq. Bunu yaza bilərik. Hakimiyyətin məqsədi isə Şeyx Əli şəhərə girəcək. Şəhərə, daha doğrusu girməsin və hakimiyyəti devirməsin. Hakimiyyətə sahib çıxmasın, hakimiyyətə son qoymasın. Bax, bunları deyə bilərik. Ortaq fikir kimi. Mətndə tünd qara hərflərlə verilmiş sözlərə əsasən cədvəli doldurun. Gəlirəm burada tünd qara hərflərlə verilmiş sözlərə baxıram. Birinci sözüm bu sultana toxundu. Uşaqlar, bu məcazi mənadadır. Toxundu sözü. Və mənası o deməkdir ki, təsir etdi. Bu xalqın bu cür reaksiyası sultana toxundu, yəni təsir edir ona. Narazılığını gizlətməli oldu və utdu. Yenə də məcazi mənalı sözdür, utdu. Artıq burada utdu həmin mənada ki, xalqın narazılığı ona pis təsir etmişdi. Lakin bu barədə onlara qarşı yaranan hisslərini büruzə vermədi, sustu. Ürəyində saxladı fikirlərini. Bu mənada hər iki ifadəni məcazi mənalı götürəcəyik. Daha sonra mətndə dövrün ictimai-siyasi mənzərəsini əks etdirən iki fikir. Ola bilər ki, birinci fikir hakimiyyət uğrunda mübarizə gedirdi. Mübarizə gedir. İkinci fikir olaraq deyə bilərik ki, xalq padişaha etibar etmir. Padişahlara. Çünki deyirlər ki, bundan sonra gələndə yenə bu vəziyyətdə olacaq. Heç nə dəyişməyəcək. Xalq padişahlara etibar etmir və öz dolanışığını, güzəranını fikirləşir. Bax, bu cür yaza bilərik. Daha sonra 49-cu sual. Mətndə çərçivə daxilində verilmiş ifadələrin mənası. Keçi qiymətinə satmaq. Keçi qiymətinə satmağın iki mənası var. Bir şeyi dəyər dəyməzinə çox ucuz qiymətə satmaq mənasındadır. Bir digər adam isə yaxın adamına mənsub olduğu
yaxın adamını xəyanət etmək mənasında işlədilir. Öz yaxın adamına, inam, etibarını qazandığı adama xəyanət etmək mənasında işlənir. Və burada baxırıq ki, keçi qiymətinə satmaq hansı mənadadır? Sultan Hüseyni keçi qiymətinə satdı. Demək ki, burada bizim qəhrəmanımız, yəni vəzir, keçi qiymətinə satıbsa, neyinibdir? Yaxın adamına, mənsub olduğu düşərgəyə xəyanət edibdi mənasında frazeoloji birləşmənin mənasını götürərik. Boyun qaçırtmaq isə məsuliyyətdən qaçmaq, imtina etmək, qoşulmamaq mənasında istifadə edə bilərik. Və 50-ci sual, mətndə nöqtələrin yerinə məzmuna uyğun fikir yazın. Gedirəm, nöqtələri tapıram. Ancaq hər halda şəhər cəmaatını əldə saxlamaq gərəkdir. Ona görə də sənin danışıb onları razı salmağın deyə bilərəm. Onları yola gətirməyin deyə bilərəm. Vacibdir ifadələrini istifadə eləyə bilərik. Buna uyğun. Mətnimiz Nobel mükafatı almış ilk Amerikalı qadın. Baxaq suallarına. 51-ci sual, mətndə belə bir fikir yoxdur. Avropa səyahəti Adamsın gələcək həyatın rolunu müəyyənləşdirmişdir. Bəli, bu fikri deyə bilərik. Çünki Avropa səyahəti zamanı o gedib Toynbee Hall təşkilatına baş çəkir və orada qərarı alır bu fikri. A variantı var. Hull House təşkilatının fəaliyyəti müxtəlif yaş qruplarını əhatə edirdi. Bu fikir də mətnimizdə var. Çünki səhər az yaşlılar üçün, günün ikinci yarısında orta yaşlı uşaqlar üçün, daha sonra isə axşamlar isə gecə məktəbi təşkil olunurdu ki, burada bir sıra dərslər keçirilirdi. Hull House ölkənin gələcək həyatında əhəmiyyətli rol oynamışdır. Bu da doğrudur. Çünki biz görürük ki, Hull House-da ABŞ təhsil həyatında mühüm şəxsiyyətlər olmuşdur. Orada təhsil alan və çalışan şəxslər. C variantı da var bu səbəbdən. Adamsın təşkilat yaratmaq ideyası yoxsullara yardım onların təhsil həyatı ilə bağlı olmuşdur. Bu fikir də doğrudur. Doğru cavab Y variantıdır ki, ictimai filosof kimi tanınan ilk qadın hesab olunmuşdur. Belə bir fikir mətnimizdə yoxdur. Mətnin ümumi ideyasına zidd olan fikri müəyyən edin. Təhsil və xeyriyyəçilik insanların sosial vəziyyətini yaxşılaşdırmağa xidmət edir. Bunu götürə bilərik. Çünki orada insanların təhsili ilə məşğul olurdular. Sosial vəziyyətini daha yaxşılaşdırmağa çalışırdılar. Onlara maddi yardım göstərirdilər. Sosial ədalət və bərabərlik mədəni inkişafın əsas dayağıdır. Bunu da götürə bilərik. Fərdi təşəbbüslər və şəxsi maraqlar sosial işlərin mahiyyətini təşkil edir. Burada şəxsi maraq, axı Adams şəxsi maraqlarını güdmürdü. O sosial tədbirlər həyata keçirdirdi. Öz şəxsi maraqları üçün yox, cəmiyyəti maraqları üçün çalışırdı. Ona görə də buradakı zidd fikir C variantı olacaq. 53-cü sual. Bu məqsədi həyata keçirmək üçün böyük bir binanı icarəyə götürdülər. Bunu mən götürərəm 1, 2, 3-cü abzasa. Çünki ABŞ-a qayıtdıqdan sonra heç bir tərəddüdləri yox idi. Axtarışları olur. Chicago'nun yoxsullar rayonunda mühacirlər yaşayan yerə gəlib çıxırlar. Kasıb məhəlləsində Hull House xeyriyyə təşkilatını qururlar və deyə bilərik ki, bu məqsədləri həyata keçirmək üçün böyük bir binanı icarəyə götürürlər. Həmin abzasa, 3-cü abzasa artıra bilərik. Mətnə görə düzgün əlaqələri müəyyən edin. James Adams Londonlu tələbələrin təşkilatı ilə tanış olmaq istəyirdi. Rəfiqəsi Helen Starr ilə birlikdə Avropaya səyahət edir. Biz burada səbəb-nəticə kimi bu fikri verə bilmərik. Çünki deyir ki, Avropa səyahəti zamanı Londonda xeyriyyəçiliklə məşğul olan Toynbee Hall təşkilatına baş çəkir. Yəni onsuz da onlar səyahət edirdilər və səyahətlərinin bir istiqaməti də gedib həmin təşkilata baş çəkmək olur. Ona görə də bunu biri səbəb-nəticə əlaqəsi kimi götürə bilmərik. Bir olan fikirləri çıxdıq. Daha sonra qaldı 3, 4, 5, 2, 5. Hull House təşkilatının şöhrəti artdı və nüfuzu yüksəldi. Şəhərin sosial işlərinə dəvət olundu.
Baxaq mətnimizdən. Deyir ki, təşkilatın şöhrəti artdıqca Adamsı şəhərin sosial işlərinə dəvət etdilər. Bəli, bu fikrim doğrudur. Deməli, 2-ni götürəcəm. Variantım yarandı, C variantı. Bir dənə də 5-ci varianta baxaq. Nömrəyə. Vətəndaş məsuliyyətini dərk edirdi, bacarıqlı insanların inkişafına xüsusi diqqət yetirirdi. Bunu da götürə bilərik. Deməli, vətəndaşlıq məsuliyyətinin nə demək olduğunu dərk edən Adams, vətənpərvər, yüksək mədəni görüşləri olan müasir inkişafın bir parçası olduqlarını anlayan liderlərin yetişməsinə də çox böyük sərmayə yatırır. Ona görə də 5-ci fikrim də doğru olacaq. 4-cü fikrim isə uşaqlar tamamilə səhvdir. Çünki dövlət təşkilatının büdcəsi üçün pul hədiyyə etdi. Belə bir fikir mətnimdə yoxdur. 3-cü fikir ona görə səhvdir ki, bir neçə məktəbin açılması yox, sadəcə bir məktəbin açılması mətnimizdə bəhs olunur. 55-ci sual, mətndə altından xətt çəkilmiş söz hansı cümlədə mətndəki mənanı ifadə edir? Gəlirik burada altından xətt çəkilmiş sözü tapırıq. Belə ki, o 1905-ci ildə təhsil üzrə müşavir təyin edilib. Bir müddət sonra məktəbin idarəsi üzrə komitənin nümayəndəsi seçilmək və burada həmin ifadəyə uyğun olaraq o məhsun görkəmi ilə başqalarına seçilirdi. Burada fərqlənmədi. Üzünün də güclə seçilən ləkə fərqlənən. Axşamlar bir film seçilir. Ailəlikcə tamaşa edilirdi. Sənan həmişəki kimi komandanın kapitanı seçildi. Böyütdüyün qız əxlaqına görə hamıda seçilir. Aha, uşaqlar, burada D variantı olacaq. Necə ki, komitəyə üzv seçilir. Eləcə də Sənan həmişəki kimi komandanın kapitanı seçilir. Burada da çoxluğun içindən birinin seçilməsi mənasında D variantı daha uyğundur. Mətnə görə cədvəli doldurun. Hal-House müxtəlif sosial təbəqələri bir araya gətirirdi. Müxtəlif sosial təbəqə deyirsə müddəa olaraq, mən fakt olaraq müxtəlif sosial təbəqələrdən bəhs etməliyəm. Birincisi deyə bilərik ki, yüksək təbəqədən olan qadınları maddi dəstək vermək üçün cəlb edirdilər. Bir də yaza bilərik ki, artıq aşağı təbəqə Chicago'nun yoxsul məhəlləsində xeyriyyə təşkilatı qururlar və burada yoxsul insanlara yardım edirlər. Bu müddəanı isbat edəcək faktlar bunlardır. Mətndə tünd-qara hərflərlə verilmiş sözlərin mənasını izah edin. Tərəddüd bir işi görməkdə, bir məsələni həll etməkdə, qətiyyət göstərməmə, daha sonra deyə bilərik ki, qərarsızlıq, nə edəcəyini bilməmə. Komitə isə hər hansı bir işə rəhbərlik edən orqan. Olacaq komitə. Daha sonra verilmiş fikirlərdən uyğun hesab etdiyinizi mətnin məzmunu ilə əlaqələndirin. Məqsədə xidmət olan şəxs minlərlə insan həyatını dəyişə bilər. Həyatı öyrənməyin ən doğru yolu yeni macəralar axtarmaqdır. Uşaqlar, burada daha uyğun fikir birinci fikirdir. Əsaslandırmanı da necə gətirə bilərik? Deyə bilərik ki, burada Adams vətəndaşlıq məsuliyyətinin nə demək olduğunu dərk edirdi. Məhz onun fəaliyyəti nəticəsində təşkilatda təhsil alan, çalışan şəxslər sonradan ABŞ-ın təhsil həyatında mühüm yer tutmuşdular. Minlərlə insanın həyatını dəyişir. Çünki orada təhsil alanlar, oxuyanlar daha çox yoxsul təbəqənin nümayəndələri idi və onların oxumaq xərclərini məhz Adams qarşılayırdı.
Daha sonra mətndə qarşısında işarə qoyulmuş sözlər əsasında cədvəli tamamlayın. Birinci gedirik. Üçbucağı tapaq. Deməli, Jane-də sosial problemlərə qarşı maraq oyadır. Maraq oyatmaq məcazi mənadadır. Bu bizim olacaqdır publisistik funksiya, daha doğrusu publisistik yox. Poetik funksiyada. Və biz bunu informativ funksiyada işlətsək deyə bilərik ki, o yatmış nəvəsini yuxudan oyadır. Həqiqi mənada işlətsə. Bir də Amerika tarixinə qızıl hərflərlə yazdırmışdır. Burada da qızıl sözüdür. Bu qızıl da məcazi mənadadır və biz buna deyəcəyik ki, bu mətndə işlənibdir poetik funksiyada və biz onu informativdə işlətmək üçün mən qızıl bilərziyimi anama verdim və yaxud da qızılın qiyməti bahalaşdı tipli nümunələr işlədə bilərik. Və 60. Mətnin 3-cü və sonuncu abzaslarındakı fikirlərdə uyğunsuzluq var. Həmin cümlələri müəyyən edib yazın. Baxaq. 3-cü abzasda uşaqlar deyir ki, bu hissəni təmizləyək. Qızlar ciddi axtarışlarla Chicago'nun yoxsul rayonlarında mühacirlər yaşayan yerlərə gətirib çıxarır. Beləliklə, Chicago'nun kasıb bir məhəlləsində James Adams Hull House xeyriyyə təşkilatını qurur. Bu təşkilat həmin dövrdə Amerikanın ilk xeyriyyə təşkilatlarından biri olur. Yəni, artıq bir neçəsi var idi. Biri də Jane Adams'ın yaratdığı idi. Lakin sonuncu abzasda deyir ki, sosial həyatdakı problemlərin həlli yollarını böyük bir həvəslə araşdırıb tapmaq və onları tətbiq etmək James Adams'ın başlıca məqsədi olmuşdur. 20-ci əsrdə bütün dünyada reformizm cəryanının ilk nümayəndəsi ölkədə Hull House adlı yeganə xeyriyyə təşkilatı. 3-cü abzasda deyir xeyriyyə təşkilatlarından biri, sonda da deyir yeganə və bu fikirlər bir-biri ilə ziddiyyət yaradan fikirlərdir.